İşçilərin ezamiyyətə göndərilməsi qanunla necə tənzimlənir? Ezamiyyət işçinin əmək vəzifələrini yerinə yetirməsi üçün müvəqqəti olaraq daimi iş yerindən kənara göndərilməsidir. Daxili ezamiyyədə bu məbləğin 70%-ni mehmanxana xərcləri, 25%-ni qidalanma, 5%-ni isə nəqliyyat xərcləri əhatə edir. Bundan əlavə olaraq daimi iş vaxtı yolda keçən, gediş-gəliş xarakteri daşıyan peşələrdə çalışan işçilərə ezamiyə xərcləri əvəzinə gündəlik 20 manat məbləğində əlavə vəsait ödənilir. Ezamiyə xərclərinin normaları haqqında qərara əsasən, ezamiyə zamanı işçiyə mehmanxana, yemək və nəqliyyat xərclərinin qarşılanması üçün müəyyən məbləğdə ödəniş edilir. Ezamiyə daxili və xarici ola bilər. Hazırda Bakı şəhəri üçün bir günlük norma minimum 125 manat, Naxçıvan üçün 100 manat, Gəncə və Sumqayıt üçün 95 manat, digər rayon və şəhərlər üçün isə 90 manat təşkil edir.